Salamlar, vaxtınız xeyir olsun hörmətli Neftçi TV izləyiciləri. Bugün AFFA U17 liqasında Neftçi ikinci mərhələdəki ilk oyununu keçirəcək rəqib Kəpəzdir. Komandalar artıq meydandadırlar, heyətlərlə tanış ola bilərik. Başlayaq əvvəlcə meydan sahiblərindən. Neftçidə qapını 91 nömrə Nurəziz Əzizov qoruyur. 4. Komandanın kapitanı Hüseyin Hümbətov. Kəpəzin heyəti isə bu cürdü qapıda 1. Əli Zeynallı, 11. Komandanın kapitanı Kənan Mərdanov, 2. İlham Məmmədov, 3. Ayxan İsayev, 4. Abbas Bayramov, 5. İlkin Hüseynov, 7. Əli Əkbər Məmmədov, 10. Raul İsaqov. Fit səslənir və Neftçi Kəpəz maçı başladı. Komandamıza uğurlar arzuluyuruq. Bununla həmçinin Abbas'tadır top. Abbas Zeynalov! Abbas Zeynalov! İlk zərbə, ilk gol! 19-cu dəqiqədə hesabı açırıq. Abbas Zeynalov Neftçini Kəpəzlə maçda hesabda irəli çıxardı. Ötürdü topu ona. Abbas yaxşı zərbə vurdu. Kənan Babayev aldı topu. Abbas Zeynalov. Abbas 2 futbolçunun ötəsindədir. Çıxdı oradan. Zeynalov daha bir futbolçudan yayında ötürdü topu sol canaha. Ramin Abiyev istiqamətində. Ramin çatdı topa. Abiyev irəliyir. Ramin Abiyev keçdi bir rəqbini. Baxdı qapı qarşısına. Ramindən ötürmə. Boşda zərbə, gol! Rüstəm Hüseynli 2-0. Rüstəm başla fərqləndi. Bir qədər əvvəl yaxşı imkanı var idi. Gol vura bilərdi. Sol cahda Ramin Abiyevə əla gəldi. Orada çox yaxşı keçdi rəqibini. Ötürmə də dəqiq idi. Rüstəm də burada düzgün mövqe seçmişdi. 45-ci dəqiqədə artıq maçın ilk hissəsi başa çatır. Hörmətli izləyicilər, AFFA U17 liqasının Neftçi Kəpəz maçında ikinci hissə başlayır. Top irəlilədi Əli. Sol cahdan yaxşı irəlilədi Bayramov. Əli, əla ötürmə. Orxan yerə yıxıldı. Qərar penalti. Bu dəfə isə penalti qazanır. Yəqin ki, özü də vuracaq. Qaydanı pozan Məhəmməd Allahverdiyev idi. Penalti qazandı. Fit səslənir. 90-cı dəqiqə. Orxan və 3-0. Orxan Əliyev nəhayət ki, bu maçda gol vurur, fərqlənir. Neftçinin üstünlüyünü 3 topa çatdırır. Oyunun sonlarında daha bir gol vurur Ağqaralar. İlk hissədə 2 gol. Abbas Zeynalovla Rüstəm Hüseynli fərqləndilər. Amin Abbasovdur bu. Və maçın final fitini səsləndirir oyunun baş hakimi Ceyhun Hüseynov.